İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına mediatur təşkil edilib. Mediatur çərçivəsində jurnalistlər ərazidə yaradılan sənaye infrastrukturu, fəaliyyət göstərən müəssisələr, istehsal prosesi ilə tanış olublar. Parkda ümumi investisiyaların həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən sənaye parkına 177 milyon manatdan çox investisiya yatırılıb. 1230 daimi iş yeri yaradılıb. Yaradılan iş yeri zamanı əsasən Ağdam və ətraf rayonların sakinlərinə üstünlük verilir. Bundan başqa məlumat üçün qeyd edim ki, hazırda parkda 12 müəssisə fəaliyyət göstərir. 12 müəssisənin tikintisi davam etdirilir. Eyni zamanda 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin 6 ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib və bunun 42 milyon manatı müxtəlif ölkələrə ixrac edilib. Ağdam Sənaye Parkının ərazisinin 60%-ədək sahibkarların istifadəsinə verilib. Hazırda fabrikimizdə poliuretan çəkmələr və poliuretan ayaqqabılar istehsal edirik. Təxminən 20-yə yaxın modelimiz, ayaqqabı üzrə modellərimiz mövcuddur. Bundan başqa müxtəlif sinifdə, müxtəlif rənglərdə poliuretan çəkmələrimiz mövcuddur. Bizim müəssisəmiz gördüyünüz kimi yüksək gərginlikli elektrik dirəklərinin istehsalı ilə məşğuldur və əsasən Azərbaycanın hər bir yerində bizim istehsal etdiyimiz dirəklər istifadə olunur. Və müəssisəmiz 17 hal-hazırda əməkdaşla çalışır ki, onların da əksəriyyəti Ağdama keçmiş məcburi köçkünlərdir. Biz əsasən orta və aşağı gərginlikli elektrik paylayıcı qurğuları istehsal edirik. Həm sənaye obyektləri üçün də istehsalımız mümkündür. Ümumilikdə qlobal bazarı hədəfləyirik. Hal-hazırda qlobal bazarda tələbatın olduğu məhsullara diqqət göstəririk və yeni texnologiyalarla onları istehsal etməyə çalışırıq. Qeyd edək ki, Ağdam Sənaye Parkında icra olunan layihələr regionda modern sənayeleşmənin inkişafına təkan verməklə böyük qayıdış prosesinin iqtisadi əsaslarını daha da möhkəmləndirir.